Bilirik ki, hər biriniz indi işə yollanırsınız, hər kəsə uğurlar arzu edirik və tez-tez ictimai nəqliyyatdan istifadə edirik. Amma bəzən elə olur ki, öz şəxsi avtomobilimizlə hərəkət edərkən təhlükəsizliyimizi də düşünürük və artıq uzun illərdir ki, Amerika Birləşmiş Ştatlarında və Avropada bu təcrübə var və çox sevindirici hallardan biridir ki, artıq Azərbaycanda da bax bu təcrübədən istifadə edirlər. Magistral yollarda zərbəudan təhlükəsizlik baryerləri yol boyu daha doğrusu seyr edə bilərsiniz. Bəli, təhlükəsizliyin təmin olunması istiqamətində atılan adımlardan biridir ki, bu barədə məlumatı bizə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov çatdıracaq. Bizimlə canlı bağlantıdadır. Tural müəllim, sabahınız xeyir olsun. Necəsiz? Sabahınız xeyir olsun dostlar. Hər şey əladır. Sizdən gününüz uğurlu olsun. Təşəkkür edirik. Biz də sizə uğurlu gün arzuluyuruq və yollarda belə zərbəudan təhlükəsizlik bariyerləri quraşdırılıb. Əvvəl hansı yollarda nəzərdə tutulub və eyni zamanda təhlükəsizliyin təmin olunmasındakı rolu nədən ibarətdir? Sizdən eşidək. Tamam dostlar. Deməli qeyd edim ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Bakı dairəvi bir yolunda xüsusi qeyd etdiniz ki, artıq zərbəudan təhlükəsizlik bariyeri quraşdırılıb. Biz ümumiyyətlə AYNA tərəfindən təhlillər aparırıq və bu təhlillərin nəticəsinə uyğun olaraq yol nəqliyyat hadisələrinin daha çox baş verdiyi və yaxud da olması ehtimal olunan məntəqələrdə təhlükəsizlik bariyerlərinin quraşdırılması tərəfimizdən davam etdiriləcək. Qurğunun əsas funksiyasından vurğulamaq istərdim. Avtomobilin birbaşa sərt metal və ya beton bariyerə çırpılmasının qarşısını almaqdır. Təhlükəsizlik bariyeri dəmir məhəccərin ön hissəsində yerləşdirilib. Səbəb isə toqquşma zamanı yaranan zərbənin gücünü zəiflədərək sürücü və yaxud da sərnişinlərin ağır xəsarət riskini azaltmaq, eyni zamanda nəqliyyat vasitələrinə dəyən ziyanı minimuma endirməkdir. Mən xüsusilə qeyd etmək istəyirəm ki, bu cür təhlükəsizlik elementləri xüsusilə nəqliyyat vasitələrinin idarəetmədən çıxdığı və digər səbəblərdən baş verə biləcək hadisələr zamanı xüsusi əhəmiyyət daşıyır ki, bax bizim tərəfimizdən ilkin olaraq Bakı dairəvi bir yolunda quraşdırıldı və təhlillər aparılır. Növbəti mərhələdə digər yollarda quraşdırılması nəzərdə tutulub. Təşəkkür edirik Tural bəy, çox sağ olun.